Salam, hər vaxtınız xeyir olsun. Əziz informatika öyrənənlər, biz Dövlət İmtahan Mərkəzinin təqdim elədiyi 2025-ci il test toplusundan testlərin izahını təqdim edirik sizə və biz burada hal-hazırda 50-yə qədər izahını vermişdik. İndi hal-hazırda 50-dən sonraki izahı sizə təqdim edəcəyik. Baxaq görək bizə nə deyir. 51-ci sual sadə suallar sırasındadır və baxaq görək nə deyir. Deyir ki, müvafiq olaraq 2 və 4 qiymətini alması üçün bu dəyişənlərin ala biləcəyi ən böyük ilkin natural qiymətlərinin hasilini müəyyən edir. İlkin olaraq baxaq görək ki, A bərabərdir, bilirsiniz, bir dəqiqə. A bərabərdir, A bölünsün 7 nə deməkdir? Bu deməkdir ki, bizə 7-yə bölünəndə hansı ədəd 7-yə bölünür və biz də tam hissəsini götürürük. Və burada A-nın 2 olması şərtini bizə deyir. Baxıram, A-nı biz 14-ü 7-yə bölsək neçə alınacaq? 2 alınacaq. Bu bizim sadə qaydada bölündüyümüzdür. Və sonra gedirik. 15-i bölürük 7-yə, tam hissəmiz 2-dir, qalığı var. 16-nı bölürəm 7-yə, 2 tam nə qədər? Yəni, tam hissəmiz 2-dir. Yəni, 16-nı da, 17-ni də biz bölsək 7-yə, bizə 2 verəcək. 18-i də bölsək 7-yə 2 verəcək. 19-u da bölsək 7-yə bizə 2 verəcək. 20-ni də bölsək 7-yə bu bizə 2 verəcək. Və nəhayət 21-i mən 7-yə böləndə nə verəcək bizə? Artıq 3 verəcək. Bunlar yəni tam verir bizə. Bizdə əsas tam hissələrini götürdüyümüzə görə burada 2-dir. Bax, bu qaydaya görə bizə ən böyük ilkin natural qiymət dediyinə görə biz deməli burada 20-ni götürəcəyik. Və bu bizim A-mızın qiyməti oldu. A-mız bərabər oldu 20-yə. Və bizə lazımdır B-ni tapmaq. B-ni də tapsaq, B də bizdə necədir? B deyir ki, bizdə B-nin son qiyməti 4 olması üçün nə eləmək lazımdır? Yenə eyni qaydadır. B neçəyə bölündə 4 verəcəkdir. B-də biz 20 də versək, 20-ni bölürsən 5-ə, bizə 4 verdi. 21-i də versək 5-ə, bu bizə 4 tam nə qədər verəcək? Yenə eyni qədər. Eyni qayda ilə geçsək, və biz burada 24-ü bölsək 5-ə 4 verəcək və 25-i nəhayət 5-ə böləndə bizdə 5 verəcək. Və buradan da məlum olur ki, burada ən böyük qiymət ala biləcəyi 24-dür. Deməli, bizdə B-nin də qiyməti 24 olacaqdır və burada deyir ki, natural qiymətlərin hasilini tapın. A-ya 20 tapdıq, A vurulsun B-ni hesablamalıyıq. A-ya 20 tapdıq, B-yə 24 tapdıq. Bu da bizə verəcəyi necə? 480. Cavabımız olacaq deməli. Keçək növbəti sualımıza. Növbəti sualımız 52-ci sualdır. 52-ci sualda bizə nə deyir? 52-ci sualda bizə deyir ki, istifadəçi kalkulyatorda 2 əmri yerinə yetirə bilər və bunlar hansılardır? Bunlardan bir icra eləsək 2 vahid artıracaq, 2-ni icra etsək 2-yə vuracaq. Baxırıq biz burada. Bizə də belə bir əmr veribdir. Bu əmrdə nə deyir bizə? Deyir ki, bir, iki, 1, 2. Bunu verib bizə. Baxırıq, deyir ki, ilkin ədəd 5 verilərsə alınacaq nəticəni müəyyən edin. Əgər mən 5-i götürmüşəm, 5-i götürdüm. Deyir ki, 1 bunu icra etsəm, 2 vahid artıranda neçə oldu? 2 vahid artırdım, oldu 7. Sonra digərini icra etsəm, bu da 2-yə vururam. Neçə elədi? Elədi 14. Sonra yenə 2-ni icra edirəm, bunu 2-yə vursam, elədi 28 və 28, 1 icra etsəm, üzərinə 2 gələcəm, eləyəcək 30. 30-un üzərinə yenə 1 icra edirəm, gəlirəm 2, elədi 32 və nəhayət axırıncı 2-yə vurma əməlini yerinə yetirirəm, vururam 2-yə, 64. Cavabımız olacaq 64. Keçək növbəti hissəmizə, testimizin. Belə bir test verib bizə. Bu test də yeni test silsiləsindəndir. Adətən çətin test deyil, yəni asan testlərdən biridir. Alqoritm girişə verilmiş n 3 rəqəmli ədədinin aşağıdakı addımlar yerinə yetirərək yeni bir ədədə çevirir. Ədədin, ilkin ədədin birinci və ikinci, eləcə də ikinci və üçüncü ədəd rəqəmləri cəmlənir. Alınan 2 cəm yanaşı olaraq artan sırayla yazılır. Yəni, biz x-la y-i cəmləyirik və onu əgər birinci, belə deyək də, 3 rəqəmli bir ədəd götürmüşük, x, y, z.
Burada bu ikisini cəmləyirəm və bu ikisini cəmləyirəm. Əgər hansı böyükdürsə də birinci yazıram, hansı kiçikdirsə də ikinci yazıram. Və burada bir deyir ki, bu ədədlərdən hansı 13 olması üçün ən böyük qiymətini çap edir. Biz burada fərqli versiyalardan istifadə edə bilərik. Bax, burada var məsəl üçün, biz buranı götürə bilərik. Ən böyük olması üçün ilkin ədədin 9 olması halını götürək. İlkin ədədin 9 olsa, 9 və növbəti ədədə biz 9 ilə neçə ilə 9-un cəmi bizə 10 verər. 1-in cəmi 10 verəcək və bizdə bu şərt ödənməyəcək. Çünki bizdə elə olmalıdır ki, biri 13 olsun, biri 9 ilə bura 4 götürdüm. Ona görə birinci 9 götürdüm ki, ən böyük ədəd alması üçün. 9, 10, bir də mən bunun üzərinə neçə gəlsəm 13 eləyər, bu artıq bizə verməyəcəkdir. Və burada biz 9 ilə 4-ü götürsək, yəni 13 alması üçün, 9 ilə 4 oldu 13, bir də 10 alması üçün 9 ilə 4 ilə 6-nı cəmləsəm 10. Bu 10, bu da 13. Yəni bizim bu ədədimiz 946-dır. 946. Və ən böyük qiymətin rəqəmlərinin cəmi deyirsə də, artıq biz bu tapdıq ki, bu 946-dır. Bunun cəmləri də verəcək 19. Cavabımız olacaq 19. Keçək növbəti sualımıza, 53-cü sualımıza. 53-cü sualımızda bizə nə deyir? Çox getdik. 53-cü sualımız bizdə 53-ü izah elədik, keçirik 54-cü sualımıza. Dördüncü sualımızda bizə deyir ki, alqoritmin fraqmentizasiyasında x və y dəyişənlərinin qiymətlərini müəyyən edir. Alqoritmi izah edək. Başlayaq. X-mız nədən başladıq? X-mız başlayıb bizdə neçədir? X-mız 5-dir. Y-imiz 10-dur. Gəlirəm, daxil oluram dövrə. Yoxlayıram. Y-in qiyməti 10-dur. 10 kiçikdir, bərabərdir mi onunla? Bəli, düşürəm növbəti. Yoxlayıram. 5 kiçikdir, bərabərdir mi onunla? Hə olduğuna görə keçirəm. Həq olmaz və x-in qiymətini 1 vahid artırıram. X bərabərdir 5 üstə gəlirsin 1, 6. Y-in qiymətini 1 vahid azaldıram. 6 çıxılsın, 10 çıxılsın 1, verəcək 9. Və qaldıram yenidən dövrə. 9 kiçikdir, bərabərdir mi onunla? Bəli, düşürəm. X, yəni 6 kiçikdir, bərabərdirmi 9-dan? Hə olduğuna görə yenə eyni qaydada x-in 1 vahid artırıram, olur x-in 7, y-imi 1 vahid azaldıram, olur 8. Şərt ödənir, bir daha eyni qaydada gedirəm, x-im olur 8, y-im olur 7. Gəlirəm, yoxlayıram yenə, 7 bu hissədə. 7 ondan kiçikdir, bərabərdirmi? Hə. Keçirəm növbəti qola. Burada yoxlayıram. 8-im kiçikdir, bərabərdirmi 7-dən? Artıq yox olduğuna görə düşürəm bu qola. Bu zaman nə baş verir? Bu zaman o baş verir ki, x-in qiyməti 5 vahid azalacaq. Yəni x-im oldu. Bizdə x-in qiyməti 8 idi. Çıxdım 5, oldu 3. Y-in qiyməti isə nə oldu? 5 vahid artdı. Y-in axırıncı qiyməti 7 idi. Oldu 12. Gəldim, yoxlayıram bu zaman. Yoxlayanda görürəm ki, 12 kiçikdir, bərabərdirmi ondan? Artıq xeyr olduğuna görə mən artıq bu dövrü dayandırıram. Burada x-in sonuncu qiymətinə 3 almışıq, y-in sonuncu qiymətinə isə 12 almışıq. Və cavabımız burada B bəndi olacaq. Keçək 55-ci sualımıza. 55-ci sualda bizə nə deyir? 55-ci sualda bizə deyir ki, x bərabərdir, x-imiz bərabərdir 15-ə, y-imiz bərabərdir 35-ə və daxil oluruq. Deyir ki, x 30-dan kiçikdirsə, yəni 15 kiçikdirmi 30-dan? Bəli, daxil oluruq. X-im y-dən böyükdürmü? X-im neçədir? X-im 15-dir, böyükdür, bərabərdir 35-dən.
Xeyr olduğuna görə artıq mən yox qoluna keçirəm. X-ım artır 15 idi. Üzərinə 10 gəldim. Oldu 25. Y-im 10 vahid azaldı. Yəni 35-dən çıxdım 10'u qaldı 25. Gəlirəm yoxlayıram. Yoxlayıram bu zaman bizdə nə baş verəcək və yoxlayıram. X-ım X-ımın qiyməti 25'dir. 25 kiçikdir mi 30'dan? Hə olduğuna görə düşürəm bura. Deyirəm ki 25 böyükdür, bərabərdir mi 25'dən? Hə olduğuna görə X-ım 5 vahid azalacaq. Hə qoluna keçdiyinə görə bizdə 5 vahid azalacaq. X-ım neçə idi? X-ım bizdə sonuncu qiyməti 25 idi. X-ım oldu 20. Y-in qiyməti artdı, oldu 30. Yenə yoxlayıram. 20 burada yenə şərti yoxlayıram. 20 kiçikdir mi 30'dan? Hə olduğuna görə düşürəm aşağı. X-ın qiyməti 20 idi. Böyükdür, bərabərdir mi 30'dan? Yox qoluna düşür. X-ım artacaq. Neçə vahid? X-ım 20 idi. Üzərinə gəldi 10. Bərabər oldu 30'a. Y-im də 10 vahid azalacaq. Y-im də 10 vahid azalanda 30 idi. 30'dan çıxacam 10'u, qalacaq 20. Və gəlirəm bir daha yenə dövr yoxlayıram. X-a 30 almışam. 30 kiçikdir mi 30'dan? Bu şərt ödənmədiyinə görə artıq yox qoluna keçirəm və bizdən də X-dan Y-in istədiyinə görə X-a 30 almışıq, Y-ə də 20 almışıq. Cavabımız olacaq D bənd. Cavabımız olacaq D bənd. Keçək növbəti sualımıza. 56-cı sualda bizə nə deyir? 56-cı sualımız kəsək götürək. Bir qədər. 56-cı sualda bizə deyir ki, istənilən n natural ədədi üçün blok sxeminin formasında verilmiş alqoritm təyinatını müəyyən edin. Bu təyinatı müəyyən etmək üçün biz nə etməliyik? N-ə hər hansı bir qiymət verməliyik. N-ə məsəl üçün verdik 3. Gəldik, A-mız 1'dir, B-miz 1'dir. Gəlirəm yoxlayıram. 1 kiçikdir, bərabərdir 3'dən. Hə olduğuna görə düşürəm aşağı və B bərabərdir, B vurulsun A. 1 vurulsun 1 elədir. Bizdə 1. A-nı 1 vahid artırdım. Oldu A 1 idi. Üzərinə 1 gəldim. Oldu 2. Gəlirəm yoxlayıram. 2 kiçikdir. Bərabərdirmi 3'dən? Yenə hə olduğuna görə B bərabərdir. B-nin sonuncu qiyməti 1 idi. A-nın sonuncu qiyməti 2 idi. Elədi 2. Və A-nı 1 vahid yenə artırır. A-mız 2 idi. Üzərinə 1 gəldim. Oldu 3. Yoxlayıram. 3 kiçikdir, bərabərdir 3'dən. Hə olduğuna görə yenə düşürəm aşağı. D bərabərdir. B 1 vurulsun, 2 vurulsun idi. İndi A-nın növbəti qiyməti 3 idi. Bunu belə aydın yazdım ki, başa düşəsiz. Cavab 6 verdi. Və A-nın növbəti olaraq 1 vahiddə artırdım. A-nın 3 idi. Üzərinə 1 gəldim. Oldu 4. Və qalxdıq yuxarıda. Yenə yoxlayırıq şərtimizi. Şərtimizdə 4 kiçikdir, bərabərdir 3'dən. Yox olduğuna görə və B-nin qiymətini çap edirəm. Buradan baxıram ki, mən N-ə 3 ədədi vermişdim. N-ə 3 vermişdim. Və 3 dənə ədədi öz bir-birinin hasilini tapdı. Yəni, baxıram ki, 1 vurulsun, 2 vurulsun, 3, 6 eləməsi məndə n faktoriala bərabər olduğuna görə cavabımız olacaq A bəndi n faktorial. Keçək növbəti 57-ci suala. 57-ci sual da hal-hazırda təyinatlara aid olan suallardan biridir. Bunu da kəsək götürək. Belə olan hallarda baxıram mən nə istəyir məndən? S istəyir və burada da S bərabərdir. Eyni qaydada S bərabər olduğuna görə keçirəm növbəti hissəyə. Növbəti hissəyə. Burada yenə N-ə növbəti bir qiymət verə bilərəm. Məsəl üçün N-ə hər hansı bir qiymət verə bilərəm. Yenə N-ə 3 verə bilərəm. N-ə 3 verə bilərəm. Hesablaya bilərəm. Burada daha aydın olması üçün mən cavabları silmə yolundan da istifadə edə bilərəm. Yəni məndən nə istəyir? S istəyir. S bərabərdir. S üstə gəlinsin, K bölünsün I. Bax, bu düsturun üzərində biz işləyəcəyik
Və məndə burada baxıram ki, nədir? K bərabərdir mənfi K. Belə bir anlayış var. Bu mənfi K onu demək bizə onu verir ki, burada cavablarda bu cəmlərin biri cəm olacaq, biri fərq olacaq. Yəni bu K həmişə bu veriləni nə edəcəkdir? Bir dəfə mənfi eləyəcək, bir dəfə müsbət eləyəcək. Ona görə baxıram ki, A bəndi getdi. Ola bilər B bəndi, C bəndi getdi. Yəni bu hal-hazırda bizdə nə olacaqdır? C bəndində də, yəni çünki cavablara baxıram ki, heç birində mənfiyə keçmə yoxdur. D bəndində də baxıram ki, ilkin olaraq mənfi ilə başlayıbdır. Yəni burada da bu getdi. Gəlirəm indi bir-iki etap eləyək, mərhələ eləyək ki, yəni bizdə daha aydın olsun. Baxıram, S-in qiyməti, yenə bir 3 verdim. S-in qiyməti neçədir? S-in qiyməti 0-dır. 0-dır. Və K burada. S-in qiyməti 0-dır. İ'miz 1-dən başlayır, K-mız da 1-dən başlayır. Gəlirəm burada yazıram. İ neçədir? 1. S-ə vermişik 3. 3-dən 1 çıxanda neçə eləyəcəkdir? 3'ü 2'ye vuracağıq burada. Verəcək 6. 6'dan 1'i çıxacağıq. Qalacaq 5. Kiçikdir bərabərdir 5'dən. Hə olduğuna görə daxil oluram bura. S bərabərdir. S-in sonuncu qiyməti 0'dır. Üzərinə gəlinsin K. K-mız 1'dir. K bölünsün I. I-nin qiyməti neçə tapmışdıq? I-nin qiyməti 1 tapmışdıq. Deməli S-in burada oldu I. Artıq gəldi K-mız. Burada oldu mənfi K. Yəni biz burada növbəti etapda mənfiyə çevirəcək. İ'miz də 2 vahid artdı. İ'miz bizdə neçə idi? 1 idi. Oldu. Üzərinə 2 gəldim. Oldu 3. Və gedirəm. Daxil oluram. İ'miz 3. Kiçikdir bərabərdirmi 5-dən yenə? Baxıram ki, hə. Daxil oluram bu qola. S-imiz bərabərdir. S-in qiyməti neçə idi? 1. Artıq burada üstə gəlinsin. K-mız artıq mənfi K olduğuna görə, və İ'mizin qiyməti 3 olduğuna görə bizim bu mərhələmiz olacaq 1 çıxılsın, K bölünsün 3. K bölünsün 3. Və daxil olduq, yenə gəldik. K-mız yenə bir vahid artdı. K-mız yenə mənfi idi, yenə mənfi olaraq qaldı və növbəti etapda o mənfini müsbət etməsi üçün. İ'miz 2 idi. İ'miz 3 idi, üzr istəyirəm. İ'miz 3 idi, üzərinə 2 gəldim, oldu 5. Və daxil oluram, yenidən bu hesablamalı hesablayıram. S bərabərdir, 1 çıxılsın, K bölünsün 3. Bizdə düsturda həmişə üstə gələk verir və burada mənfimiz idi. Oldu bizdə burada yenə müsbət. Bir dəfə deyilimiz mənfi olmalıdır, bir dəfə müsbət olmalıdır. 1 bölünsün 5. Bu eyni qayda ilə biz bunu cəmləsək, bunu hesablasaq, artıq bizdə burada cavablarla işləmək daha rahat olardı. Baxıram ki, məsəl üçün bizdə 3'dür, hər dəfə 1 idi. İ'miz 1-dən başlayıb, heç hesablamalara aparmamış cavablarla da getmək olur. İ'miz 1-dən başlayıb, bunları atdıq getdi və baxıram, İ'miz 1-dən başlayıb və hər dəfə də bizdə İ'miz 2 artanda İ'miz qiymət almalıdır. 1 almalıdır, 3 almalıdır, 5 almalıdır, 7 almalıdır və belə davam eləməlidir. Baxıram ki, B bəndində də İ'miz bir dəfə 2 alıb, bir dəfə 4 alıb. Yəni bu ola bilməz deyə biz artıq eyni qaydada bu düsturu açıq, aydın izah edib axıra çıxsaq, yenə eyni qaydada bizdə nə olacaq? Y variantımız düzgün çıxacaqdır. Keçək növbəti sualımıza. – 58-ci sualımız. 58-ci sualımız da Hasan olan suallardan biridir. Verilibdir nə? Bizə verilibdir. Alqoritm yerinə yetirilməsi nəticəsində B dəyişəni 39 qiymətini çap etmişdir. Yerinə yetirilməsində B dəyişəni 39 qiymətini almışdır və B dəyişəni ilkin qiymətini müəyyən edir. Və artıq mən burada baxıram ki, mənim bu 39-un yazdığım mənim sonuncu B-imizdir. Sonuncu gəlirəm yazıram. B üstə gəlinsin A bərabər olub 39-a. Və belə alqoritmlərdə sondan əvvələ doğru getdikcə daha aydın biz bu alqoritmi həll edə bilərik. Və növbəti qiymətdə yazıram ki, burada B-nin yerinə A-nı gətirib qoyuram. A-nın qiymətini yazıram. B üstə gəlinsin 16, üstə gəlinsin B çıxılsın A bərabərdir 39. 2B
çıxılsın A bərabər olacaq 23-ə. Və burada növbəti B-ni gətirib burada B-nin yerinə qoyuram bu qiymətini. Yazıram 2A üstə gəlinsin 8 çıxılsın A bərabərdir 23. Və buradan 2A üstə gəlinsin 8 çıxılsın A bərabərdir 23. Burada da A-mız üstə gəlinsin 8 bərabərdir 23-ə. Və buradan tapdıq ki, A-mız 7-yə 23 deyil. Burada 2-yə vuranda bu 16-dır. Düz istəyirəm 16-dır. Burada 13-dür. A-mıza 7 aldıq. Hesablamalarda olur ki, səhvlər olur, texnik səhvlər və bunu aradan qaldırmaq lazımdır. A bərabərdir 7-yə. Baxıram burada 7 bərabərdir. B üstə gəlinsin 3. Deməli, mənim B-im 4-ə bərabər olur ki, və bu cəm bizə nəyi veribdir? 7-ni veribdir. Cavabımız D-bəndir. Növbəti sualımız bizdə 59-cu sualdır. 59-cu sualda bizə deyir ki, sual şərhəsini yerə doldurmaqla daxil edilən ixtiyari alqoritmədədir ortanı tapmaq üçün blok sxemi tamamlayın. Dövrdən çıxış 0 ədədi daxil edilərsə baş verəcək. Deməli, bizdə 59-da x-imiz 0 olsa, yəni x-imiz 0-a bərabər olan halda bizdə alqoritmdən çıxış baş verəcəkdir. Və nə etməliyik? Şərt qoyduq biz burada. X-a 0 qoyduq. X-a 0 qoyduqsa da baxıram ki, burada T plus bizdə ədədi ortanı tapanda nə etməliyik? Sayını hal-hazırda verilmiş ədədlərin cəmini, yəni cəmini sayına bölməliyik. Sayına bölməliyik. Artıq mən burada baxıram ki, mənim bu hissəmdə nə veribdir? Cəmimizi veribdir. Yəni cəmimiz nəyə bərabərdir? T bərabərdir. T üstə gələk x. X-in 0 halında biz dövrdən çıxmağına görə yazdıq burada x-a 0 bərabərdir 0 və t-miz bərabərdir t üstə gəlinsin x. Və dövr hər dəfə davam eləsin deyinə sayı tapmaq üçün də nə edəcək? Sayın üzərinə həmişə 1 gələcək ki, sayı bizdə tapsın. Sayımız da s-lə götürmüşük. Deməli, burada t cəmdir, s saydır. Və biz bunu tapandan sonra bizə verilən A dəyişəni tapmaq üçün cəmi, yəni t-ni s-ə bölməliyik. Bu halda bizdə cavabda olacaq nə? D variantı. Nədənsə cavabların çoxu D-yə uyğun gəlir. Keçdik 60-cı sualımıza. 60-cı sualımızın izahını da verək. 60-cı sualda bizə deyir ki, icrası nəticəsində A3, B9 aldığını nəzərə alsaq, A və B dəyişənlərinin ilkin qiymətlərini tapaq. Və deməli, bizdə B-miz sonda alıbdır 9, B-miz 9 alıbdır, A-mız da 3. Deməli, məndə bu B 9-dur, bu da neçədir? 3-dür. 9 bərabərdir, 3 üstə gəlinsin B. Burada B-yə aldıq biz neçə? B-yə 6 aldıq. Bu aldığımız B artıq bizim buradakı B-mizdir. Buradakı B-mizdir və burada yazırıq 6 bərabərdir və A-mızın qiyməti məlum olduğuna görə, yəni A-mız 3 idi, vururuq B-yə və bunu ümumi bölürük 2-yə. Bu da bizə nəyə verəcək? 3B bərabərdir 12. B-miz oldu 4. Artıq bu aldığımız 4 haradadır? Buradakı 4-ümüzdür. Buradakı 4-dür. Və A-mızın bu aldığımız A-nın qiyməti elə buradakı 3-ə bərabərdir. Deməli, 3 bərabərdir. A bölünsün 2, çıxılsın 6. Hər tərəfi 2-yə vursaq 6 bərabərdir. A çıxılsın. Bizdə burada neçədir? B-mizdə neçədir? B4 almışıq. Burada B4'dür. B4 olduğuna görə burada çıxılsın 8. A-mız da bərabər olacaq 14'ə. Deməli, bizdə A-mız olub 14, B-miz də olub 4. Arzu edirəm ki, izah edə bildim. Bir qədər qarışıq test idi.
Növbəti sualımıza baxaq. Növbəti sualda deyir ki, Y dəyişəni yenə eyni tipdə olan testlərdəndir. Y dəyişəninin nəticəmiz bizdə 20 veribsə də, o zaman gəlib sonuncuya 20 yazacaq. Və buradan yazaq, -2 vurulsun Y çıxılsın X bərabər oldu 20-yə. Və bunu hesablasaq və gətirib yerinə qoyaq. -2-ni vurdum X-a, bu eləyəcək məndə müsbət 4. 4x çıxılsın X bərabərdir. Bir dəqiqə hesablamada düz getmədim. Yenidən baxaq bu sualımıza. Bu sualda bizə nə deyilir? 20 bərabərdir -2x. -2y çıxılsın X bərabərdir 20. Buradan da X-in, Y-in yerinə gətirdim mənfini qoysaq, bu bizdə eləyəcək 2x çıxılsın X bərabərdir 20, X bərabərdir 20-yə. Bu artıq məndə X-in nəyə bərabər oldu? 20-yə bərabər olduğunu bildim. Və burada gətirib bu 20-ni bura qoysam, 20 də bərabərdir X üstə gələk 5 və X-in bərabər olacaq 15-ə. Cavabımız oldu 61-də D variantı. Yeni D variantı. Keçirik növbəti 62-ci sualımıza. 62-ci sualımızda bizə nədir? Software neçələrə çap olunar və bunu gəlin birlikdə hesablayaq. N'imiz 2-dir. N'imiz bərabərdir 2, M-imiz bərabərdir 2. Gəlirəm, yoxlayıram. 2 kiçikdirmi 10-dan? Hə olduğuna görə daxil oluram software, burada bir yerdə yazaq ki, software neçələrə çap olacaq. Software neçə? Bir dəfə çap olundu. Və N'imiz neçə oldu? N'imiz 2-nin üzərinə gəldim 2-ni, elədi 4. Yoxlayıram. 4 kiçikdirmi 10-dan? Hə, növbəti dəfə software'miz çap olundu. 4-ün üzərinə növbəti 2-ni gəldim. 4-üm oldu 6. 6 kiçikdirmi 10-dan? Hə, bir dəfə də çap olundu. Sonra növbəti də olacaq 8. 8-də bir dəfə də çap olunacaqdır. 4-cü dəfə çap olunacaq. 8-dən sonra gəldi, yoxlayır. N oldu 10. 10 olanda artıq bizdə bu dövrdən çıxacaq. Dövrdən çıxandan sonra artıq daxil olacaq növbəti dövrümüzə. Növbəti dövrümüzdə deyir ki, 10 kiçikdir bərabərdir 0-dan. Hə olduğuna görə dərhal bir dənə yenə software çap olundu. Gəldik, N'in qiyməti 10-dan çıxdıq 3-ü qaldı 7. 7. Yenə yoxlayıram. 7 böyükdür bərabərdir 0-dan. Hə olduğuna görə 6-cı dəfə çap olundu. 7-dən yenə 3-ünü çıxdım. Oldu 4. 4 böyükdür bərabərdir 0-dan. 7-ci dəfə çap olundu artıq. 4-dən çıxdım. 3-ü qaldı 1. 1 böyükdür bərabərdir 0-dan. Hə olduğuna görə gəldim, yoxlayıram. Bir dəfə də çap olundu. Oldu 8. Və burada artıq -2 olanda biz gəlirik, yoxlayıq. -2 böyükdür bərabərdir 0-dan. Yox olduğuna görə artıq biz alqoritmi sonlandırırıq. Və cavabımız 8 dəfə software çap olunmuş oldu. Üçüncü sualımız. 63-cü sualımızda yenə təyinatı təyin etmək üçündür. Hansı işarənin yerinə hansı işarə qoyulmalıdır və bunu gəlin birlikdə izah edelim. Baxıram ki, bizdə yenə sonda S dəyişəni istəyir. S dəyişəni istəyirsə də mən burada S-in yuxarı qalxıram. Görürəm ki, S-im nədir? S-im nədirsə də, hər nədirsə də S-in üzərinə 5 gələrək bu məndə bu alqoritmi davam edirdi. Yəni və sonuncu S-imdə, S-in sonuncu qiyməti də cəmi də 206 olubdur. Və buradan başlayaq. Neyim? 206 olubsa da mən şərt verməliyəm burada. Şərt verim. N-ə hər hansı bir şərt verməliyəm. N-im 6-dan başlayır. N-ə hər hansı bir şərt verməliyəm ki, bu 206-dan sonra artıq çap eləməsin, mənə dövrdən çıxsın. Buna mən 206-nı da qəbul eləməsi üçün N bərabər 206 şərtini verdim. Və bu şərti verəndən sonra keçirəm növbəti. Baxıram ki, məndə hamısı cəmdir. S bərabərdir. N-im mənim
ilkin qiymətimdir. N-im ilkin qiymətimdir və S-in üzərinə mən gəlməliyəm, hər dəfə N-i gəlməliyəm ki, məndə düsturumda bu hissə işləsin. Deməli, buranı tapmışam, N bərabərdir 206. N-im də nədir? Bura hissəmdə nə etməliyəm? S bərabərdir, S plus N düsturundan istifadə etməliyəm və mən baxıram ki, burada hər dəfə N-im 5 vahid artıbdır. Mən bunu yaza bilərəm, N üstə gəlinsin 5-də yaza bilərəm. Artıq məndə burada A dəyişəni verib özünə. A dəyişəni 5-ə bərabər olduğuna görə mən burada N üstə gələk A-nı yazıram. Yəni, fərqi yoxdur. N üstə gələk 5 də düzgün ola bilərdi və N üstə gəlinsin A-da düzgün ola bilərdi. Buna görə bizim cavabımız olacaq A variantı. Baxıram, eyni variantlar, yəni kiçikdir, bərabərdir işarəsi A-da var, B-də var, N-də var. Yəni, eynidir və burada məndə A-nı dəyişən verirdi. Dəyişənin qiyməti verdiyinə görə mən burada A-nı götürə bilmərəm. Növbəti sualımıza keçək. Növbəti sualımızda 63-cü sualda deyir ki, 63 izah elədik. 64-cü sualda bizə deyir ki, alqoritm icrası nəticəsində K dəyişəninin giriş qiyməti olaraq 45 daxil olarsa və sonra C və T dəyişənlərin hansı qiymət alar? Sonda C və D qiymətli hansı qiymət ala bilər? Deməli, baxaq biz burada. Ədədi bölünməsi zamanı faiz işarəsi, ikincidə də 75-də bəli. Bunu başa düşdük və bizdə nə veribdir? Giriş qiyməti K-ya biz 45 daxil eləmişik. K-ya 45 daxil eləmişik və nə deyir bizdə burada? K-mız bərabərdir 45 ilə başlayırıq. Burada alqoritm elə də çətin alqoritm deyil. Yəni bircə səmtini, yəni yolunu tuta bilsək bəs edir bizə. Nədir? S-im 0-dır, T-im 0-dır, N-im 1-dir. N1 kiçikdir K-dan. Həll olduğuna görə keçirəm K-ya. 1 faiz bölünmə 3-ə bərabərdir 0-a. Əgər bərabərdir 0-a olsaydı, o zaman mən keçəcəydim növbəti qola. Artıq bərabərdir 0 olmadığına görə düşürəm aşağı, N-im 1 vahid artır. N-im 1 vahid artır, artır olur N-im 2. Gəlirəm, yoxlayıram. 2, 45-dən kiçikdirmi? Hə, bu yoxlayıram. Mən buradan belə bir nəticəyə gəlirəm ki, əgər mənim bu ədədim nə zaman 3-ə bölünsə, keçəcək növbəti qola. Növbəti qola keçəcək. 1-dən N-im 1-dir. 1-dən 45-ə qədər 3-ə bölünən ədədləri burada götürəcəm. Yazıram burada. Mən 3-ə bölünənlər 3-dür, 6-dır, sonra 9, 12, 15 belə yazacam. Axıra qədər yazacam. Və əgər bu şərtlər ödənirsə də, mən keçirim növbəti qolu. Və burada da baxıram ki, məndə nədir? Buradakı şərtdə də ədədim 5-ə bölünürsə də, yəni bir ədəd 5-ə bölünəndə qalıq 0-dırsa da, artıq bunları icra edəcək. Mən burada digərlərini yoxlamıram. Baxıram ki, buradan ilkin olaraq nədir? 45. 45 5-ə bölünür. 45 5-ə bölünəndə qalıq 0-dır. Hə. Bu zaman gəlirim S-im neçə idi? S-im 0 idi. Üzərinə gəldim N-in qiymətini. N-im neçədir? 15. S-im oldu 15. T-nim də 1 vahid artıram. T-im də olur 1. T-nim də 0-dan başlamışdır. Və birə başa düşürəm ki, mən bu alqoritmdən burada bizdə alqoritm nə iş görür? Alqoritm o işi görür ki, bu verilən ədədlərdən 1-dən 45-ə qədər ədədlərin içərisində həm 3-ə bölünsün, həm 5-ə bölünsün. Ədədləri cəmləyir və sayını tapır. Və bu cəmləyib sayını tapması zamanı bizdə növbəti ədədimiz olacaq 30. 30 həm 3-ə bölündü, həm 5-ə bölündü. Olacaq neçə? 15-in üzərinə gəldim, 30 elədi 45. T-im artdı, oldu 2 vahid. T-im 2 vahid artdı və növbəti ədədim gəlir. N-in sonuncu qiyməti 45 olur. Gəlirəm, yoxlayıram 45, 45-dən kiçikdirmi? Yox olduğuna görə artıq yox qoluna keçir və S və T-nin qiymətini çap edir. S-ə almışıq 45, T-yə almışıq 2. Cavabımız olacaq A bəndi. Keçək növbəti sualımıza. Növbəti sualımız çox sevdiyim suallardan biridir. Çox götürək keçək bunu daha
izah eləməsi üçün. Burada bizə veribdir, x-a hər hansı bir qiymət verir, istəyişən qiyməti və ifadənin nəticəsi. i-yə 0 verir, s-ə 0 verir və i-nin qiyməti 5 olur. Və daxil olur dövrə, vurur s-i i-yə, i-nin üzərinə 1 gəlir, yenə eyni qayda. Gəlin başlayaq. İmiz başladı 0-dan. İmiz 0-da başlayır. Gəlirəm. 0 kiçikdirmi 5-dən? Hə olduğuna görə dövrə düşürük və dövrdə nə iş görürük? S. S-in qiyməti 0 idi, i-nin qiyməti 0 idi. S-im oldu 0 olaraq qaldı. İmiz 0 idi, üzərinə 1 gəldi, oldu 1. Gəlirəm bura. S-in sonuncu qiyməti neçədir? 0. Üzərinə gəlinsin. X hər hansı bir qiymət idisə də, həmin qiymətlərin x-i vurdum x-a. Yəni, burada s-imin qiyməti oldu x-in kvadratı. X-in kvadratı olduğuna görə keçirəm növbəti mərhələyə. Növbəti mərhələdə imiz 1-dir. 1 kiçikdirmi 5-dən? Hə. S bərabərdir. S-in sonuncu qiyməti neçədir? X-in kvadratı idi. Və imiz neçədir? Vurulsun. S-in qiyməti sıfırdan başlayır. İnin x idi. X-i vurdum 1-ə, oldu x-in kvadratına. Gəlirəm növbəti. İmiz bərabərdir. 1 üzərinə gəlinsin 1. İmiz artıq aldı 2 qiyməti. S-in sonuncu qiyməti x-in kvadratı idi. Üzərinə yeni x-in kvadratını gəldim və düşürəm. Yenə yoxlayıram. İmiz 2 idi. 2-ni 5-dən kiçikdir. Hə, qoluna keçirəm. S bərabərdir. X-in kvadratı üzərinə gəlinsin x-in kvadratı. Yəni S-in sonuncu qiyməti buydu. Vurduq 2-yə. Düşdük aşağı. I-nin qiymətini bir vahiddə azaltdım. Artırdım, üzr istəyirəm. 2-nin üzərinə 1 gəldim. Elədi 3. Düşdüm aşağı. Yəni S bərabərdir. X-in kvadratı üzərinə gəlinsin. X-in kvadratı vurulsun 2. Vurulsun 2. Və üzərinə bir dənə də x-in kvadratını gəldim. Bu qayda ilə 5-ə qədər davam eləsək və bizdə hər dəfə bu dövrlər, yəni eyni qaydada davam edəcək və uzun vaxtımız getməsində yenə artıq yəqin ki, şərtini başa düşdüksə də cavabını buradan götürə bilərik. Cavabımız olacaq A variantı. A variantı oldu 65-ci sualda. Keçək növbəti sualımıza. Növbəti sualımız 66-cı sualımızdır. 66-cı sualda bizə nə deyir? Deyir ki, icrası nəticəsində x dəyişəni 102 qiymətini alması üçün n dəyişənin daxil edilə biləcək ən kiçik natural ədədi qiymətini yazın. Başlayaq. Baxıram ki, x-imiz neçədir? X-imiz bizdə çapa nə getməlidir? X-imiz sonda 102 çap eləməlidir. Baxıram ki, x-im neçədən başlayır? 6-dan başlayıb 102-yə keçirdi. Və mən buradan edirəm. 6-nın neçə dəfə dövr eləməsini tapmaq üçün nə eləməliyəm? Baxıram ki, x-im hər dəfədə 8 artır. Deməli, 6-nın üzərinə gəlməliyəm. Bu x plus 8-ə bir k-dir. Yəni 8 k desək, bərabərdir 102. Və buradan da mən k-ya dövrlərin sayını tapa bilərəm ki, dövrümün sayı 12-yə bərabərdir. Deməli, mənim bu alqoritmi yerinə yetirməsi üçün dövrümüz 12 dəfə, yəni dövr sayımız 12 dəfə olubdur. Dövr sayımız 12 dəfə olubsa da və bizdə n-dən 26-nı alıbsa da nə etməliyik? Bu 1982 qiymətindən dövrdən çıxacaq deyə 1982-dən çıxıram 26-nı və həmini onu da bu çıxdığımı da bölürəm dövr sayına. Dövr sayına bölərkən ən kiçik ədəd olaraq mən nəyə alacağım? 163 alacağım. Əgər məndən ən böyük sayı istəsəydi, o zaman dövr sayını bir vahid azaldacaqdım. Bu alınan cəmi böləcəkdim 11-ə. Və bu zaman cavabım olacaqdı 177. Ən böyük ədədimiz 177-dir, ən kiçik ədədimiz də 163-ə bərabərdir. Keçək növbəti sualımıza. Növbəti sualımızda alqoritm
nəzərə alaraq nəticəsində 9 almışdı və B dəyişəni 3 almışdı və bunu hesablayaq. Yenə sondan əvvələ gəlirik. Sondan əvvələ gələndə A-mız neçə alıbdır? A-mız 9 alıbdır. Deməli, 9 alıbsa da 9 bərabərdir. B-mizin qiyməti də 3-dür. Üzərinə gəldim A. Bu mənə verdi. A-mız oldu burada 6. Bu 6 artıq olduğuna görə gəlirəm növbəti mərhələmi yerinə yetirirəm. 6 bu tapdığım 6 buradakı 6'dır. Buradakı 6 olduğuna görə B'nin qiyməti burada 3'dür. 3. Burada bu tapdığım 6 bu 6'dır. 6 bərabərdir. A vurulsun 3 bölünsün 2. Buradan məlum olur ki A'mız 4'dür. Bu tapdığımız A'nı 4 oldu və gəlirəm. Yenə B'min qiyməti 3 olduğuna görə burada yerinə qoyuram. 3 bərabərdir. A üzərinə gəlinsin 8 bölünsün 2 çıxılsın 3. Və burada həll eləsək, hər tərəfi 2'yə vursaq 6 bərabərdir. A üstə gəlinsin 8 burada çıxılsın 3 2'yə vursaq 6 bərabərdir. A çıxılsın 2 A bərabər oldu 8. A bərabər oldu 8. Yine qarışdırdım. Üzr istəyirəm. Yedinci suala yenidən baxaq. 67-ci sual. Bir qədər fikrim yayıldı. A'mız 14'dən başlayıbdı. B'miz A'ya 9 verib. Sondan əvvələ gəlsək, bu zaman biz də qiymətləri yerinə qoyub ala bilərik. Və buradan tapıram ki, A'mız neçədir? 9 bərabərdir. A, B'miz 3'dür. Üzərinə gəldim A. Bu oldu A'mız 6. Bu tapdığım 6 buradakı 6'dır. Və 6 bərabərdir. A vurulsun 3 bölünsün 2. Və buradan tapdım A'mız bərabərdir. Neçəyə? 4'ə. 12 4'ə bərabərdir. 4'ə bərabərdir. Və gəldim sonra digər hissəni yerinə yetirsək. Burada B'mizin qiyməti neçədir? B'mizin qiyməti 3'dür. 3 bərabərdir. A üstə gəlinsin 8 bölünsün 2 çıxılsın 3. Burada da A'mız nəyə bərabər olacaq? Burada hesablasaq A'mız bərabər olacaq 4'ə. Bu tapdığımız A buradakı A'dır. 4 də bərabərdir. Bu A burada verilib deyə biz burada bunu yazacağıq. 14 bölünsün 2 çıxılsın 5 üstə gəlinsin 5. Və burada hər tərəfi 2'yə vursaq 8 bərabərdir 14 çıxılsın 2B üstə gəlinsin 10. Burada 10'dan bu 24. Nədir? 8, 24. 24'dən də 8 çıxsaq 16 bərabərdir 2B'yə. B'miz oldu 8. B'mizin qiyməti 8'dir. Bizdə sonra deyir ki, A və B dəyişənlərin ilkin qiymətləridir. A'mızın qiyməti də neçə idi? 14'dür. 8 ilə 14'ü cəmləyirəm, bərabər eləyir 22. Cavabımız Y bəndi oldu. Keçək 68-ci sualımıza. 68-ci sualımızda bizə deyir ki, başlanğıc verilibdir. Təsəvvür alqoritmi bu alqoritm nə iş gördüyünü soruşur, təyinatını soruşur bizdən yenə eyni qaydada və burada da yenə biz hər hansı bir qiymət verək, yəni çox yuxarı qiymət verməyək ki, vaxtımız çox getməsin. N'imiz bərabərdir 3'ə. Gəldik. S bərabərdir Y-in qiymətini alacaq və Y də istənilən bir qiymətdir. İstənilən bir qiymət daxil edə bilərik və K bərabərdir. K-mız 1'dən başlayıb. 1
kiçikdirmi? 3-dən. Hə olduğuna görə y-ə bir qiymət verdik. Y-im oldu. Məsəl üçün y-ə 5 qiymət versək və bu zaman gəlirəm s-in qiyməti y-ə bərabər olduğuna görə yox qoluna keçəcək. K-mız bir vahid artacaq. Eyni qayda bir neçə dəfə davam olacaq və mən burada baxıram ki, burada k n-ə bərabərdirsə də, deməli mən burada bu dövrü 3 dəfə icra edəcəm. 3 dəfə icra edəcəm və bu əgər böyükdürsə də bu yox qolundan gedəcək. Əgər kiçikdirsə də bu qolundan. Buradan təyinatdan belə başa düşürük ki, bu artıq bizdə ixtiyari ədəddən ən kiçiyini axtaracaq və nə qədər vaxtda. Bu bizdə, yəni n3-dür və 3-dən çıxdığına görə, bəs k1-dən başladığına görə 1 olacaq, 2 olacaq, 3 olacaq. 3-də də çıxdığına görə bu verilmiş n sayda, yəni 3 dənədirsə də n sayda ədədin ən kiçiyinin cavabını tapacaq. Cavabımız y bəndə olacaq. Keçək növbəti sualımıza. Kəsək bu sualımızı götürək. Bir qədər uzun sual oxşuyur. Deyir ki, alqoritm nəticəsini müəyyən edin. Y-imizə 2 verib, S-imizə 0 verib, F-imizə 0 verib. Gəlirəm, dövrə düşək, işimizi görək. Y-imiz neçədir? 2 kiçikdir, bərabərdirmi 17-dən? Hə olduğuna görə F-in 0-dır. Üzərinə gəldim y-nin qiymətini. 2 oldu neçə? F-im oldu 2. Y-imi artırdım. 2 idi, 6 vahid artırdım, oldu 8. Yoxlayıram yenə. 8 kiçikdir, bərabərdirmi 17-dən? Hə olduğuna görə yenə gedəm. F-in sonuncu qiyməti 2 idi. Üzərinə y-nin sonuncu qiymətini gəldim. 8, y oldu 10. Y-nin qiymətini artırdım, 10 idi. Y-nin qiyməti 8 idi. Üzərinə 6 gəldim, oldu 14. Qalxdım yuxarıda, yenə yoxladım. 14 kiçikdirmi? Bərabərdirmi 17-dən? Hə olduğuna görə bizdə F-in sonuncu qiyməti 10 idi. Üzərinə gəldim, y-nin sonuncu qiyməti elədi 24 və y-imizin qiyməti, sonuncu qiyməti 14 idi. Üzərinə 6 gəldim. Elədi 20. 20 olduğuna görə mən artıq gəlib yoxlayım. 20 kiçikdirmi 17-dən? Xeyr olduğuna görə artıq keçirəm növbəti dövrə. Bu hissə ilə bizim işimiz qutardı. Keçirik bura. Gəlirəm F-ə neçə aldım? F-in sonuncu qiyməti 24-dür. 24 böyükdürmü 0-dan? Hə olduğuna görə D-ni hesablayıram. D də bərabərdir F-in 6-ya bölünməsindən alınan qalıq. 24-ü 6-ya böləndə 4 dəfə qalığımız 0. D-miz 0 olduğuna görə gəlirəm, yoxlayıram D. Yəni 0-ı 2-yə böləndə qalıq 1-ə bərabərdirmi? Yox olduğuna görə düşürəm növbəti mərhələyə. Və burada da F-imiz 24 idi. F-imizin növbəti qiyməti 24-ü bölürsən 6-ya. 24-ü 6-ya böləndə neçə eləyəcək? 24-ü 6-ya böləndə 4 dəfə düşəcək, tam düşəcək və gəlirəm, yoxlayıram. 4 böyükdürmü 0-dan? Hə olduğuna görə düşürəm burada. 4-ü 6-ya bölünməsindən qalıq nəyə bərabərdir? 4-ə bərabərdirlər. 4-də bərabərdir. Növbəti mərhələdə bu şərtimi yoxlayıram. 4-ü 2-yə böləndə qalıq 1-ə bərabərdirmi? Xeyr. Olduğuna görə yenə yox qoluna keçirəm. F-im 4 idi. Bu zaman F-i 4-ü bölündə burada F-im 0 oldu və gəlim 0 0-dan böyükdürmü? Xeyr. Və S-in sonuncu qiyməti, yəni bizdə S-də heç nə dəyişmədi. Yəni artıq bu qola keçmədiyinə görə S-in qiyməti 0 olaraq qaldı. Keçək növbəti sualımıza. Növbəti sualımızda bizə nə deyir? 70-ci sualımıza da baxaq. 70-ci sualda bizə deyir ki, x-imiz 12, y-imiz 8 olarsa da, sadə budaqlanan alqoritmdir və x-imiz 12-dir. 12 böyükdürmü 8-dən? Hə olduğuna görə keçirəm, bu qolunu icra edirəm. Bu qolu icra edəndə mənə nə biləcək? XZ bərabərdir. Y-im neçədir? Y-im 8-dir. 8-i vuracaq.
13, 3 bölünsün 12'ye. 3 bölünsün 12'ye. Burada da 4'e ixtisar eləsək 2 dəfə, 4'e ixtisar eləsək 3 dəfə. Bu 3'ün də bu 3 gedib, cavab 2. Cavabımız olacaq 2. Hal-hazırda bir neçə izaha baxdıq və növbəti videoda növbəti sualların izahını sizə təqdim edəcəyik.